Hər vaxtınız xeyir olsun. Mən Zalov Tahir. Belə deyim də 2018-dən mən bu ünvanda yaşayıram, bu mənzildə yaşayıram. Bizim evimiz yandı. Biz qardaşımla məcbur, yəni burada köçüb qalası olduq. İndi bizi belə deyim də 2018-dən mən burada yaşayıram qardaşımla. Qardaşım da ailəli adamdır. Biz dünən gəldilər icradan, nümayəndəliklər. Gəldilər, dediklər ki, bəs burada qanunsuz tikilidə yaşayırsınız, bir dənə bölmədə izahat yazın, gəlin. Biz də getdik, izahat yazdıq, hətta cərmələndik. Sonra gəldik, gördük ki, mənzərə budur. Bax, evimiz yerinə yehsan olunub. Yəni, mən başa düşürəm, yəni, necə deyim, qanunsuz tikili deyirsiniz, mən razılaşıram, yaxşı, başa düşdüm. Axı, mənim illərlə əziyyət çəkib, qəpik-qəpik yığıb, qazandığım şeylər, axı, bu daşın altında qalmamalıydı. Bir dənə gəlin, baxdığınız ət. Bütün hər şeyim qalıb daşın altında. Bax, bunlar mənim aldığım instrumentlərimdir, məsələn, qəliblərimdir. Mən özüm ayaqqabı ustasıyam. Vallahi billahi Allah şahiddir ki, mən yəni boş adam deyiləm də. Mənim indiyə qədər 8 dənə usta yetişdirmişəm bu ölkəyə. Yəni mən bu vəziyyətə düşəsi oğlan deyildim də. Yəni heç olmasa mənə bir xəbərdarlıq eləyərdiniz ki, ay Tahir, biz sökəcəyik. Qardaş, sən gəl götür hər şeyini. Mənim bax, illərlə, zülümlə qazandığım bax, buna bax, atdıqlarıma bax. Mən bunlara Allaha and olsun zülüm çəkib almışdım, zülüm. Ki mən nəsə eləyəcəm. Fikirlərim var idi, hədəflərim var idi. Yəni mən bu vəziyyətə düşməli oğlan deyildim. Mənə dəstək olmaqdan, hətta gəlib mənim evimi belə sökülməli deyildi də yəni. Bax, mənim qayçılarıma bax, mənim yəni olmaz axı, mən yanıb tökülürəm. Süfrədə yediyim çörəyi belə götürməyiblər, dağılıb töküblər. Belə olmaz axı, bəs bu belə olmaz. Baxın bir dənə. Bax. Qəlibdə qalıb ayaqqabı. Heç altını da çəkə bilməlidir. Bax, dərlərimə baxın. Hamısı bax, qalıb daşın altında. Baxın. Nəsə eləmək istəyirdim də, mənim 30 yaşım var. Mən illərdir vuruşuram ki, nəsə eləyim. Siz mənim də arxamdakı kimsəm yoxdur, başa düşdünüz. Yəni, tək adamam. Atasız, anasız böyümüş adamam. Yəni 30 ildir tək vuruşuram. Çalışdım ki, nəsə eləyim. Qardaşım da gəlsin, çəkim yanıma. Yəni bir şey eləyim də. Bax, aparatıma bax. Allaha and olsun boğuluram. Yəni danışa bilmirəm. Buna baxın bir dənə. Aparatıma bir dənə vəziyyətdən baxın. Hələ bu nədir ki, hələ aparatlar tək bu deyil. Neçə dənə aparat qalıb dağıntının, daşın altında. Buna baxın bir dənə. Mən bu vəziyyətə düşəsə adam, oğlan deyiləm axı. Bəs mən belə pis çıxmasın da, yararsız bir insan deyiləm axı. Mən bu ölkəyə, vətənə yararlı adamam. Mən itin zülümü ilə qazanmışdım bunlar. Bir dənə baxın. Bax, paltarlarıma baxın bir dənə. Bax, bunu bir dənə nə olardı? Xəbər eləyərdiniz, deyərdiniz ki, Tahir, ay qardaş, gəl, bax, sənin evini sökürük. Gəl bir həftəyə, nə bilim, 3 günə, gəl, nə bilim, hansısa bir get kirəyə köz, gəl, nəsə bir şeylərlə. Gedirsən, axşam gəlirsən, riski sökürsən, gedirsən. Elə olmur axı, bəs insanı da bugünkü günü, cəmaat bir dənə pişiyi çöldə görən, ona ev tikirəyə saxıb. Mən insanam, mən heyvan da deyiləm, heç olmasa deyəm ki, heyvana da belə bugünkü günü humanist yanaşırlar. Baxın, kitabları. Nə bilim, hamısı qalıb, yəni Allaha and olsun daşın altından çıxarıb qoymuşam. Orada, gəlin bir dənə sizə şey deyim. Bir dənə buna baxın. Mənim cənamazımdır. Mən gündə 5 dəfə dəstəmaz namaz qılan adamam. Mənim cənamazımın vəziyyətinə baxın.
heç olmasa bunu eləməyin də, nə olar? Mən mal mülk, and olsun Allaha, bir Allah şahiddir, mən mal mülk sevdalısı adam deyiləm. Sadəcə mənim lazım deyil bu torpaq, daş. Sadəcə xəbər eləyərdiniz, bir xəbərdarlıq eləyərdiniz, bir deyərdiniz ki, arkadaş, gəl götür veşvüşünü, mən sökürəm, mən buranı sökürəm. Başa düşərdim, deyərdim, hə, yaxşı, aydın oldu, yəni. Yoxsa ki, bütün hər şeyimi, bax, elə bil aldınız əlimdən, qalmışam belə, küçədə. O deyil, küçədə qalmışam. Bax, bu, həmən vəziyyət budur, yəni. Baxın. Bak, görürsünüz, bak, evimdir, bak. Yaşadığım yeri, bak, palım, paltarım, hamısı, bak, uçuntub qalıb evin altında. Bak, bu mənim oxuduğum hədis kitabları, Quran kitabları, bax, hamısı bax qalıb dağıntının altında bir təhər çıxardı qoymuşam burada. Baxın, heç olmasa, bax, bunu görürsünüz, bu olmazdı da, yəni. Baxın, bu mənim Quran kitabımdır. Yəni, onu, hər şey qoydum, saxladım, o qalsın daşın altında, amma bunu çıxartmaq məcburiyyətində olduğunda, yəni olmaz. Gəl çıxar. Qardaşınızın yoldaşı hanı? Ailəsi hara getdi? Qardaşımın yoldaşına da deyiblər ki, çıx buradan, bir də bura qayıtma. Bizi apardılar bölməyə, bölməyə aparandan sonra buranı söktülər. Qardaşımın da yoldaşına deyiblər ki, bir də çıx buradan, telefonu da alıblar, əlindən atıblar, bilmirəm hara. Özünə də deyiblər ki, bu tərəfə gəlin. Xahiş edirəm, bax, aidiyyəti qurumlardan, yəni məni eşidən hər kəslə xahiş edirəm, yəni məni bu vəziyyətdən çıxardın. Yəni qalmışam, bax, belə, bilmirəm, neyini, nətəri. Yəni, siz əşyalarım, yəni bir dənə köynək belə mənə saxlamayıblar. Bax, belə necə görürsünüz, beləyəm. Allaha and olsun, bir köynəyim belə yoxdur. Ki, götürüm, dəyişim. Hər şeyin, bax, qalıb daşın altında. Yəni, çox xahiş edirəm. Adəti qurumlara, yəni xalqıma müraciət edirəm. Yəni, məni bu vəziyyətdən çıxardın. Çıxardın deyəndə belə şey çıxır, pis çıxır. Yəni, yardım əlinizi uzadın da, kömək edin. Vallahi, mən bilmirəm neyini. Bir məsləhət belə olsa mənə bəs eləyir də, yəni. Ki, bilim neyini. Allaha and olsun, gəlib buranı görmüşəm belə, bilmirəm. Nə düşünürüm, heç bilmirəm, nə iş görürüm, qalmışam. Yəni, məsələn, fikirləşirəm ki, belə deyim də, nəsə fikirləşə bilmirəm də, yəni, heç vəsiqəmi belə tapa bilmirəm, vəsiqəmi bilmirəm, haradadır, yəni. Bir dənə telefonun üstümdə olub, vəssalam. Yəni, pul cüzdanım, vəsiqəm, sənət sünətim, hər şey bax, daşın altında. Xahiş edirəm, kömək edin də, yəni, mən bilmirəm, nə fikirləşim, neyim.